Bir daha vaxtınız xeyir olsun değerli futbol severler. Günün növbəti maçı Laçın və Beşevlər arasında baş tutur. Beşevlər Türkan ənəv olaraq ağlı göylü gemdə, Laçın isə yaşıl gemdə çıxış edəcək. Heyətlərdə də sizi tanış eləyək. Beşevlər komandasında qapıda Ramil Bağırov, 2 Sahil Xalidov, 10 Müqəddəs İskəndərli, 7 Vüsal Abbasov, 9 Asəf Zeynalov idi və elə ilk zərbə məhz ondan gəldi. Laçın komandasının heyətini sizə təqdim eləyək. Qapıda bugün Cavidan Əmrahov, 2 Seymur Ağamalıyev, 3 Elyar İmanov, 4 Orxan Təhməzov. Hesab açıldı artıq. 2-cü zərbəsindən ötürülən toplardan sonra Yamramsa Vüsal Abbasov hesabı açdı. Beşevlər Türkan 1, Laçın 0. Erkən gol gəldi Beşevlər düşərgəsindən. Belə bu oyun çox əhəmiyyətli bir maçdır. Əgər bu komandalardan hər hansı biri qalib gələrsə, 8-yə düşmə uğrunda şansını qoruyub saxlayacaq. Məğlub olan tərəf isə təbii ki, turnirlə vidalaşmış olacaq. Bundan öncəki qarşılaşmada veteranlar komandası mübarizə aparırdı Golden Bears'ə qarşı və yekun nəticə Golden Bears 5, veteranlar 2. Golden Bears adını növbəti mərhələyə yazdırmaq üçün daha bir şans əldə etmiş oldu. Desək daha bir rəqibini məğlub edərsə artıq Golden Bears 8-liyə 4-1 final mərhələsinə vəsiqə qazanacaq. Maça yaxşı başlayan tərəf isə hələ ki bu maçda Beşevlərdir. Abbasovun vurduğu erkən qolla 1-0 hesabda öndə. Ultraslan komandası yayımıza xoş gəldiniz. Asəf Zeynalov. Abbasov oynuyor. Abbasov yenə yoxluyor və 2-0. Dubl gəldi 11 nömrəli oyuncu Vüsal Abbasovdan. Beşevlər Türkan 2, Laçın 0. Məhəmməd Hüseyin Məmmədov yayımıza xoş gəldiniz. Elyar İmanov, Seymur Ağamalıyev, Beşevlər komandasında Abbasov, Fəqan Abbasov qarşıladı, Salih Xalidov, Vüsal Abbasov qarşıladılar. Əleyk salam yayına yeni gələnlər, xoş gəldiniz. Müqəddəs İskəndərli Kərimlə oynuyor, 4 nömrəli oyunçuyla, amma top yenidən Laçın komandasında. Plesar komandası yayınımıza xoş gəldiniz. Seymur Ağamalıyev qeydə qaldı onun zərbəsi və Ramil Bağırov topu oyuna daxil etdi. Fəqan Abbasov, Ağamalıyev, Asəf Zeynalov, Müqəddəs İskəndərli, Əmrahovda qalır top, Cavidan Əmrahov, Seymur Ağamalıyev, Təhməzov, və Bağırov topu oyuna daxil edəcək. Hesab 2-0. Beşevlər Türkan komandasının xeyri nədir? Hələ ki hesab dəyişilməz olaraq qalır. İlk 3 dəqiqədə 2 dəfə fərqlənməyə müvəffəq olur Beşevlər. Yenə Abbasov topladı. Asəf Zeynalov, Abbasov, Fəqan Abbasov ayaq qoydu. Vüsal Abbasov. Out Beşevlər. Mübariz EFA oyunu çəkə bilərikmi? Əlbəttə. Təbii ki, bunun üçün səhifəmizə abunə olub direktə müraciət eləmək lazımdır və sonradan razılaşma əsasında bu mümkün ola bilər.
Elarimanovun zərbəsindən sonra qalkiperin müdaxiləsi var və Güncən zərbə. Səba ilə oyunu, bəli. Ramil Bağırov topu oyuna daxil etməlidir. Abbasov. Ağamalıyev qarşıladı. Elarimanov. Komandalaşıl oynuyor. Növbəti out. Beşevlər Türkan. Bağırov. Sahil Xalidov. Yeniden Sahil. Növbəti out. Beşevlər. Hesabı sizə xatırladaq. Laçın 0, Beşevlər Türkan 2. Semir Ağamalıyev. Elarimanov. Təhməzov istiqamətini ötürmədə əla alındı və fərq minimuma indi. Elarimanovun əla ötürməsindən sonra Orxan Təhməzov fərqi minimuma indirdi. Salam ağa Mərdəkan yayımıza xoş gəldiniz. Hal-hazırda hesab Beşevlər Türkan Laçın oyununda 2-1 Beşevlər öndə. Bundan önceki qarşılaşmada Golden Bears 5, Veteranlar 2. Golden Bears növbəti mərhələ üçün şansını qoruyub saxladı. Out Laçın. Golden Bears'in yeni transferi Müqəddəsə salamlar. Aha, deyəsən Müqəddəs İskəndərli Golden Bears komandasına transfer olacaq. Bəlkə də yanlış məlumatı, bəlkə də yeni sezon üçün nəzərdə tutulub. Sadəcə 6-cı sezon Xəzər Liqasında ola bilsin. Müqəddəs İskəndərli Golden Bears'in heyətində mübarizə qoşuldu. Aldığımız məlumata görə düz dəqiq olub olmadığını hələ ki tam məlumatımız yoxdur, amma elədirsə də hər bir halda hər iki tərəfə uğurlar arzu edirik. Hesab hələ ki dəyişilməzdi. 2-1 Beşevlər hesabda öndə. Out Laçın. Yayınımızın 21 ədəd Qızılgülə ehtiyacı var. Yayınımız spamdan çıxsın. Transfer pəncərəsində Coşqun Rüstəmov da klubunu tərk eləyir. Şuvalan komandasına keçid edəcək təcrübəli müdafiəçi. Hər bir halda hər iki tərəfə uğurlar arzu edirik. Top Təhməzovda. Fəqan Abbasov. Orxan Təhməzov. Komandalaşıl oynuyor. Elarimanov topladı. Semir Ağamalıyev. Elyar. Orxan Təhməzov. Emrahov. Yeniden Təhməzov. Asif Zeynalov. Müsal Abbasov. İkinci zərbəsi Beşevlər. Qarzan Elqar bəy, xoş gəldiniz. Çox sağ olun hediyə üçün. Allah ruzunuzu bol eləsin.
Hədəfimizin 50%-ni tamamlamışıq artıq. Dostlar, siz də zəhmət olmasa bizdə maksimum bir dənə dəstək olaq. 1001 ədəd qızılgül yayınımızın spamdan çıxmasına səbəb ola bilər. Ən çox təbii ki, bizlərə bugün İlqar bəy dəstək oldu. Çox sağ olun. Teşekkür edirik bizlərə verdiyiniz dəyər. Növbəti hücum cəhdi Beşevlər komandasında Əmrahov dəf etdi. Elyarimanov. Abbasovda qalır top. Yenə toplaşın komandasında. Elyarimanov. Elyar və Ramil Bağırov dəf etdi. Çox sağ ol bir daha İlqar bəy, çox sağ olun. Allah razı olsun sizdən. Asəf Zeynalov. Abbasov. Məhmədçi Məmmədov çox sağ olmaya deyək üçün Allah rüzü bol eləsin qardaş. Bizim dəyərli qardaşımız. Top Fəqan Abbasovdan. Riskli hərəkətlər Javivdən Əmraxovdan. Topu ustalıqla özündə saxlayır. Alt yerinə itirəcək Laşın. Kimdədir abi? Bizdə olardı. Fəqan kimdə? Orxan Təmmazov. Elyar. Bəlkə epizodda Ramil Bağırov topa toxundu. Küncdən zərbə. Setki alt deyəndə mərkəz xətti istənilən vəziyyətdə başlaya bilər. Arcıl ikinci gün zərbəsi yenə itirəcək Laşın. Abbasov. Salih Xəlidov. İmanovda qalır top. Cavidan Əmraxov. Fəqan Abbasov. Semir Ağamalıyev. Ustalıqla sıyrıldı Xəlidovdan. Son toxunuş Ramil Bağırovdan küncdən zərbə. Hakem saxla deyir, saxla. Hakim də dəyişir. Tez ol. Şavşir. İkinci Kerem saxlamayacaq. Geldi. Ağamalıyev. Növbəti out Beşevlər. Siyah boş. Sen kıran, sen necəsin? Asəf Zeynalov. Ağamalıyev qarşıladı. Semir Ağamalıyev. Abbasov. Zeynalov qarşılayır. Salih Xəlidov. Abbasov. Yeniden Xəlidov və hakimin qərarı. Hakim mərkəz göstərir. Bəli, qol qeydə alındı. Salih Xəlidov hesabı 3-1 etdi. Laçın 1, Beşevlər Türkan 3. Fəqan Abbasov. Ötürmə geridə qalınır və out Beşevlər. Tamam at. Hey. Abbasov. Abbasov və top torda. Müqəddəs İskəndərlinin əla ötürməsindən sonra Vüsal Abbasov hat-trickini rəsmiləşdirdi. Beşevlər Türkan üstünlüyünü 3 topa çatdırır.
Laçın 1, Meşevler Türkan 4. Gel biraz. Yaşlarına gel. Atak gibi ol. Arkaya teyzem ben. Yavur. Hasan Zeynalov qarşıladı. 4 nömrəli oyunçu Kərimə top çatmadı. Əmrahov yenidən topu oyuna daxil edəcək. Geçey. Müqəddəs İskəndərli. Eliyar İmamov. Siyavuşdan ötürmə. Xalidov qarşılayır. Cavidan Əmrahov. Növbəti out, Laçın. Selyar İmanovun zərbəsi idi. Top qapının üstündən keçdi. Daha bir out. Laçın. Fəqan Abbasov. Eliyar. Hasan Zeynalova qarşı qayda pozuntusu qeydə alındı və cərimə zərbəsi. Əla zərbə Abbasovdan gəldi. Eyni gözəlliklə də Ramil Bağırov topu bu cür ağır zərbəni zərərsizləşdirə bildi. Yenə Bağırov qapısına diqqətlidir. Növbəti gün zərbəsi Laçın. Hələ ki hesab eynidir. Laçın 1, Meşevlər Türkan 4. Asen. Asen. Gel. Asen nasıl oynasın? Out Laçın. Bakın oyna, bakın oyna. Kendi kal. Sen çiz. Yanında kendi edin. Kes bunu. Hayır. Gel. Yere bak. Gel gözü. Eliyar İmanov. Dəməzovla oynayır. Abbasov. Ay ortaya geldi ya. Yine yaxşı zərbə endirmişdi Abbasov və yenə mükəmməl qurtarış edir Ramil Bağırov. Yenə gün zərbəsi Laçın. Vüsal Abbasov. Dəməzov qarşıladı. Hasan Zeynalov. Xalidov. Yan xətdən Beşevlər. Timeout götürür Beşevlər komandası.
Qarşılaşmada qolları kim vurub? Beşevlər komandasında 21 nömrəli oyunçu Salih Xalidov birini, Vüsal Abbasov isə 3-ünü vurub. Laçın komandasında isə yanılmıramsa Abbasov fərqlənmişdi. Yox, Təhməzov, Orxan Təhməzov vurub. Orxan Təhməzovun bir qoluna Beşevlər Türkan 4 qolla cavab verib. Taymat başı çatdı komandalar yine meydanda. Alt Beşevlər. Orada, ne yiyorsunuz orada? Gel. Gel. Çoğunçdan arasıldı Müqəddəs İskəndərli zərbə indirdi və boşda qalan topu Semir Ağamalıyev sığortalayır. Daha öncə isə qayda pozuntusu qeydə alındı. Hesab elə ki 4-1 Beşevlər Türkan öndə. Hissən sonuncu dəqiqəsi. Sonuncu gün zərbəsi. Sonuncu gün zərbəsi yerinə yetirir Laçın. İlk hissə ona da başa çatdı. Laçın 1, Beşevlər Türkan 4. Gördüğü gibi üstüme gel bak. Yine orada gördün mü? Üstümüze gel. Senin başın qatır, sen ne danışırsın? O oynan bir tane normalli burana yapıldı, buna salsın sen hadi. Başın, çiz başın, başın topu var, istesen sen. Buna ne yaptı? Sen sesi yazdın işte kişi. Ayet olsun sen bu kalsın arkada, üçümüz oynayın, Terkan Eliyar, ortam oynayın. Şeyler sen de
Yok abi, sonra hamısı səhv çəkir. Zəkin çəkir. Onun küçəsi yaşır. İkincisi də yeniden əlbir salmırıq. İlk nəticəsini sizə xatırladaq. Laçın 1, Beşevlər Türkan 4. Həll edici hissə. Asıl ortaya bak Hasan. Gel topa gel Şaban. Ehtiyatlı ol. İskəndərli Bir daha da. qarşıladılar. Cavdan Əmraxov. Feqan Abbasov. Benim ne alacağım şimdi ha? Yeniden Feqan. Semir Amalayev. Top Beşevlər komandasına keçdi. Dayak şerif bana durma. Dayak Hasan. Salih Xalidov. Dəlməzovundan top aldı. Zərbə də indirdi və Bağırov əl oynayır. Ramil Bağırov fərqlənməsinə imkan vermədi bu dəfə Təhməzovun. Yeniden Təhməzov. Feqan Abbasov. Semir Amalayev. Son toxunuş Salih Xalidovdan ikinciden zərbə. Asaf Zeynalov. Xalidov. Ünsal Abbasov. Asaf Zeynalov. Xalidov. Tabir out. Beşevlər. Gün zərbəsi ilə nəticə Beşevlər Türkan. Əki hakim oyunu saxlayır. Beşevlərin qalqiberi Ramil Bağırov desən zədələndi.
Onu davam ettirəcək. Oyunun hakimi Ramil Bağırov bərpa oldu. Oyunu davam etdirə biləcək. Zeynalov. Ünsal Abbasov. Asif Zeynalov. İkinci zərbəsi Beşevlər. Və növbəti out. Cərmə zərbəsi yerinə yetirəcək Laçın. Sağ barajdır, sağ barajdır. Kerim. Abbasovun zərbəsindən sonra Zeynalova dəyən top meydançanı tərk etdi. İkinciden zərbə. Malıyevin başlayalan zərbəsi alınmışdı. Uzaq güncə ünvanlanmışdı. Yine Bağırov qapısında inamlı oynadı. İlahi qola bax. İnanılmaz bir gol. Etibar. Etibar Məhərrəmov. Bəli, qol Etibar Məhərrəmovun aktivinə yazıldı. Belə bir fantastik bir gol. Etibar Məhərrəmovdan Laçın fərqi 2 topa indirdi. Bu ne güzel. Bu ne fantastik bir gol idi. Gecenin en möhtəşəm qoluna imza attı Etibar Məhərrəmov. Heç kəs, heç biz belə gözləmirdik. Bu məsafədən Məhərrəmovun yoxlamağını. 4-2. Beşevlər üçün artıq bu sürüşkan hesaba çevrilir. Ümumiyyətlə Xəzər Liqası nadir liqalardan biridir ki, istənilən top fərqi, hətta 6-7 top fərqli geri dönüşlər belə izləmişik Xəzər Liqasının 4 sezonluq tarixçəsində. Onun üçün də 2 top fərq elə də böyük statistika deyil. Abbasov topladı. Top yenidən Laçın komandasına qayıtdı. Fair play etdi Eliyar İmanov. Zeynalovun boğaz nahiyəsinə tuş gəlmişdi top. Oyunda bitirmə olar. Etibar Məhərrəmov. Növbəti out Laçın. Çarmə zərbəsi yerinə Beşevlər. Müqəddəs İskəndərli. Asif Zeynalov. Abbasov qarşıladı. Semir Ağamalayev. Rəmməzov. Bağırovun müdaxiləsi var. Kerim. Həll oyun. Həll oyun çarmə zərbəsi. Asif Zeynalov. Ötürmə çatmadı ünvana. Laçının hücumu. Və top orada. Semir Ağamalayev.
Cemil Amalıyev fərqi minimum indirdi. Laçın 3, Meşevlər Türkan 4. Nə baş verir? 4-0'lıq geriləməni aradan qaldırmağa çox yaxındır Laçın. İlk önce 3-0, sonra 3-1 ve 4-1 olmuştu. İndi ise artık hesap 4-3. Abbasov. Ağmalıyev'de kalır top. Alt Beşevler. Azov Zeynalov. Misal Abbasov. Müqəddəs Kəndəli. Təhməzov'da da top. Laçın heyətində ən təhlükəli oyunculardan biri Orxan Təhməzov topladı. Təhməzov. Geri dönüş. Geri dönüş Laçın komandasında. Orxan Təhməzov səbirlə oynadı. Təmkinlə oynadı. Hesabı bərabərləşdirdi. 4-4. Heç bunu bəlkə də Beşevlər də gözləmirdi. Laçının belə ardıcıl cavab artilleriyalarına. 4-1'dən 4-4'e gəldi hesab. Müqəddəs Kəndəli. Azov Zeynalov. Xalidovdan ötürmə. Yenə Müqəddəs. Təməzov. Növbət out. Beşevlər. Xalidov. Azov Zeynalov. Kerim. Out Laçın. Ay ama Orhan götür bizim götür. Ramil Varov. Müqəddəs Kəndəli. Misal Abbasov. Yine Abbasov. Blok koydular ve ikinciden zərbə. Bu ise Müqəddəs Kəndəlinin mükemmel bir golü ve yeniden Beşevlər oyuna qayıtdı. Beşevlər ile 5. goluna imza attı Beşevlər Türkan komandası. Beşevlər Türkan 5, Laçın 4. Abbasov. Blok koydular. Növbət ikinci zərbəsi Beşevlər. Emrahov. Təməzov. Elyarimanov. Təməzovla oynuyor. Etibar Məhramov. Müqəddəs Kəndəli. Alt Beşevlər Türkan. Sen zaman dur sen iynədin. Vaxt öldürme uşaqlar. Fəqan başlaya bilərik Fəqan. Baxın oyna baxın. Başlaya bilərik. Oyna sen oyna. Kerim. Üçümüz de buradayıq dostum. Etibar Məhramov. Cavidan Emrahov. Ağamalıyev. Yok. Təməzov. Orta girmez. Elyar.
Qaşladılar. Kerim. Semir Ağamalıyevdə qalır top. Topu səhv az qalsın. Qolla nəticələcəkdi dirək. Dirək qola mani oldu. Kabulon cərmə zərbəsi. Niye danışın? Zərbə verilir. İkinci zərbəsi Laçın. Ağamalıyevin zərbəsi hədəfə çatmadı. Salih Xalidov. Emrahov qarşılayır. İlyar İmanov. Fəqan Abbasov. Bağrovun müdaxiləsi var və ikinciden zərbə. Yoxsa yox, out. Out yeni itirir Laçın. İlyar İmanovun əla zərbəsidir. Yeni Bağrov mövqeyində mükəmməldir. Necə gözəl sıçrayış etdi Ramil Bağrov. Uzaq ikinciden topu çıxartdı. Dabir out Laçın. Maçın son 7 dəqiqəsi. Dəhməzov. Müqət Eskəndərli. Etibar Məhramov. Müqət Eskəndərli qalır top. Out Beşevlər. Etoş oyna! Etoş! Etoş oyna! Başladım oyna. Salih Xalidov. İmanovda qalır top. Fəqan Abbasov. İlyar. İlyar və top orada İlyar İmanov hesabı bərabərləşdirdi. Laçın İlyar İmanovla bərabər ilk golunu tapdı. Beşevlər Türkan 5, Laçın 5. Məndən keçdi sən də. Vüsal Abbasov. Emrahovda qalır top. Müqət Eskəndərli. Qayda pozuntusu yoxdur. Ağamalıyев topladı. Out Laçın. Fəqan Abbasov. Başlı zərbə və Ağamalıyев hədəfdən yayındı. Maçda ilk dəfə Laçın hesabda önə keçə bilərdi. Müqət Eskəndərli. Kerim. İlyar İmanov. Qayda pozlar ona qarşı və cərmə zərbəsi. Oyna! Hepsi qaqa! Düşmən deyil, burada. Dostum, bir tane düşmən. Ayara presli oynuyor, burada düşmüyor zaten. Sakin durun. Cavdan Emrahov. Qayda pozuntusu var və cərmə zərbəsi. Bir xəbər. Bak oyna bak bir şey var. Asif Zeynalov. Salih Xalidov. Müqət Eskəndərli. Out. Beşevlər.
Asaf Zeynalov. Müqəddəs İskəndərli. Kerim. Abbasov. Tamam. Eşek Teymur. Ermalayev. Teymur. Out Peşevler. Çönün. Çönün. Vüsal Abbasov. Asaf Zeynalov. Yine Abbasov. Qayda pozuntusu var və cərimə zərbəsi. Hesabda bərabərlik davam edir. 2 nəfərdən ibarət Can Əsəd və Müqəddəs İskəndərli cərimə zərbəsini yerinə yetirir. Zeynalov özü vurdu, amma geridəyik. Ehtiyatlı oynayın. Feqan Abbasov. Ağmalıyev. Gün zərbəsi. Gün zərbəsi yerinə yetirir. Biraz arkada dur. Biraz arkada dur, için ol. Naşın komandası. Topları bu dəfə yandan silkələdi. Sonuncu dəqiqə. Son 2 dəqiqə daha doğrusu. Xanım, çox sağ olun bəyəni üçün. Son 2 dəqiqə. Həll edici maçda son 2 dəqiqə oynanılır. Abbasov topladı. Dəməzov. Toxunuş var idi və out. Out yerinə yetirəcək. Laçın komandası. Cavdan Əmirafov. Semra Ağmalıyev. Yine batırması mükemmel ama hamıdan yüksəyə Asaf Zeynalov toxundu. Yüksələrək toxundu topa və out. Yine Laçın. Ağmalıyev. Çarpazdan yoxluyur bu dəfə isə. Geri dəqiq. Teymur. Bir tane de. Ağmalıyev. Top Peşevlər komandasına keçdi. Müqəddəs İskəndərli. Kerim. Boşda qalan top və son anda top qapının üstündən keçdi. Maçın taleyini əldə edə bilərdi bu gol, amma alınmadı. Ramil Bağırov. Teymur bir tane de. Yağmalıyev qarşılayır. Dəməzov. Növbəti out. Beşevlər. Toxunuş var və ikinciden zərbə. Yine Emrahov yaxşı oynadı. Daha bir ikinci zərbəsi. Müqəddəs İskəndərli. Blok qoydular. Action şansı Laçın üçün ola bilər. Təhməzov rahmetli topu. Orxan Təhməzov. Təhməzov top qapıdan aralı keçdi. Aldı qaqaş baxsın bana. Bak. Ayağa baksın, bakalım. Ben baksın. Hadi be. Ya sen gelin. Nereye? Önü başa kimi final fitini səsləndirdi. Oyunun əsas vaxtı 5-5'lik bərabərə bitdi. Orfa, 5 nəfər. Tamam.
Bu isə deməkdir ki, penaltilər seriyasına maç qədəm qoyacaq. Penaltilər seriyasında ən dəqiq oynayan tərəf adını playoff oynamaq üçün, 8-yə düşmək üçün növbəti şans bileti olaraq yazdıra biləcək. Təşəkkür edirəm Ülviyə xanım, çox sağ olun bəyəni üçün. Birinci kim böyle? 3 penal yoxsa 5? Aşağı rakursdan sizlərə penaltini təqdim eləyək. Penallaşmanı daha doğrusu təqdim eləyək. Gəl. Atlar geldi. Üçüncü kimiydi bizde? Soruşun mən 5 penaldı, 3 penaldı. Üçüncü kimiydi bura? Sahip. İlk penaltini tərəflər hər komanda 3 penalti yerinə yetirəcək. İlk penaltini Müqəddəs İskəndərli yerinə yetirəcək. Cavdan Əmrahov yoxsa Müqəddəs İskəndərli? Müqəddəs İskəndərli və toplarda 1-0. 1-0 ilk seriyanın ilk penaltisində. İndi Etibar Məhramov hesabı bərabərləşdirə bilər. Qapıda isə Müqəddəs İskəndərli olacaq. Etibar Məhramov və İskəndərli çıxartdı. Allah canavar. Birinci penaltilər seriyası başa çatdı 1-0. Beşevlər öndə. Sadəcə ikinci penaltilər start götürür. Allah çal. Bildiğin kimi. Vüsal Abbasov və 2-0. Az qalsın Əmrahov çıxardacaqdı. Kapçı kaytarsa oyun bitmiş sayılır. Müqəddəsə. İndi Tor kəsəcəksən. Seymur Ağmalıyev penaltini dəqiq yerinə yetirməlidir. Əgər şanslarının davam etməsini istəyirsə, mütləq dəqiq oynamalıdır. Seymur Ağmalıyev və hədəfdən yayında. Beşevlər penaltilər seriyasında rəqibini məğlub edərək növbəti şans biletini qoruyub saxladı. Sahil Xalidov. Beləliklə, bugünkü qarşılaşmamız başa çatdı. Sizinlə mən idim Tural İskəndarov. Hələlik.